Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq. Bu memorandum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün əsaslı zəmin yaradır. Ümumiyyətlə, bu günə kimi iki ölkə arasında 2 qat vergi tutmanın aradan qaldırılması da daxil olmaqla 7 sənəd imzalanıb. İqtisadi əlaqələrin inkişafı hər zaman hökumətlərimiz üçün prioritet olub. Bütün bunlar haqqında İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-İspaniya Biznes Forumunda çıxışı zamanı bildirdi. Ötən il Azərbaycan ilə İspaniya arasında ticarət dövriyyəsi təxminən 300 milyon Amerika Birləşmiş Ştatları dolları təşkil edib. İspaniya Azərbaycanın və Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biridir. Ticarət dövriyyəsində illik azalma müşahidə edilsə də, biz onun artırılması üçün geniş imkanların mövcud olduğuna inanırıq. Mövcud çağırışları həll edərək və yeni imkanları araşdıraraq bu tendensiyanı dəyişə və gələcəkdə qarşılıqlı ticarətin artmasına nail ola bilərik. Bu baxımdan İspaniya Ticarət Palatasını ikitərəfli ticarətin inkişafında daha fəal rol oynamağa çağırırıq. Nazir müavini həmçinin Azərbaycanın son vaxtlar Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli və çoxtərəfli fondlar yaratdığını və Oman Sultanlığı ilə də birgə fond yaradılmasının planlaşdırıldığını bildirdi. İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmaculada Riera'nın sözlərinə görə, İspaniya biznesi Azərbaycanla ticarət və investisiya tərəfdaşlığının inkişafında maraqlıdır. İspaniyanın 24 özəl şirkətinin nümayəndələrindən ibarət böyük biznes nümayəndə heyətinin Azərbaycana səfəri işgüzar dairələrin ikitərəfli ticarət və investisiya əməkdaşlığının inkişafında maraqlı olduğunu göstərir. Ölkələrimiz müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrini möhkəmləndirir və İspaniyanın dövlət katibi Maria Amparo López Senovillanın hökumətlər arasında strateji iqtisadi dialoqu başlatmaq üçün Azərbaycana səfəri əməkdaşlığımızı bir addım irəli aparmaq üçün əla fürsətdir. Neft və qaz iqtisadiyyatda aparıcı rolunu qoruyub saxlasa da, Azərbaycanda dövlət özəl tərəfdaşlığı çərçivəsində layihələr də daxil olmaqla yüksək investisiya potensialı olan yeni sahələr fəal şəkildə inkişaf edir. İspaniya Ticarət Palatası Azərbaycanla iqtisadi ticarət əlaqələrinin yaxşılaşdırılmasına sadiqdir. Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan İspaniyaya ixrac 1 milyard ABŞ dollarından çox, ümumi dövriyyə isə 1,1 milyard dollara bərabər olub. Lakin bu rəqəm getdikcə azalıb. 2023-cü ildə bu rəqəmlər biraz da aşağı düşüb və təxminən 899 milyon dollara yaxınlaşıb. 2024-cü ildə enerji sahəsi üzrə ixracımızın aşağı düşməsi səbəbindən dövriyyəmiz təqribən 310 milyon ABŞ dolları olub. Azpromonun icraçı direktoru Yusif Abdullayevin sözlərinə görə, İspaniyaya qeyri-neft və qaz məhsulları üzrə ixracın və investisiyaların artırılması əsas hədəflərdəndir. İspaniyanın Azərbaycana ixalına baxanda 2022, 23, 24-cü ildə o artır. Yəni 2022-ci ildə əgər İspaniyadan Azərbaycana ixrac 100 milyon dollara yaxın idisə, 2024-cü ildə artıq təxmini 164-165 milyon dollar. Bizim əsas fokusumuz qeyri-neft və qaz sahəsinə İspaniyanın şirkətlərinin investisiyalarının cəlbi, eyni zamanda qeyri-neft və qaz məhsullarımızın İspaniya ixracıdır. Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, eləcə də texnologiya və rəqəmsallaşma mövzularında sessiyalar keçirilib.